Bugüne kadar şəkillər statik seçilirdi, ancaq oyunlar statik olmur. Oyun daim yenilənir. Bunun üçün də JavaScript-də xüsusi animasiya sistemi vardır. Gəlin dərsimizin 3-cü bölümündə yeni bir metodu ilə tanış olaq. İndi JavaScript faylındayıq və burada GTX fill-rect yazaraq canvas içərisini bu şəkildə rəngləmişdik. İndi mən gəlirəm burada 100 piksel verirəm hər ikisinə və genişliyini 200 piksel verək, hündürlüyünü isə 100 piksel olaraq yazmış olaq. Və bizim ən aşağıya gəlirəm. GTX.clearRect metodumuz vardır ki, bu metod isə yazdığımız, yəni seçdiyimiz fiquru silmiş olacaqdır. Yəni mən gəlirəm bura 0 yazıram, 0 yazıram. Canvas nöqtə vid yazıram və canvas nöqtə height deyə qeyd edirəm. Baxın, seçdiyimiz fiqur yox olmuş oldu. Burada mən bunu yoruma alsam, həmin fiqur təkrar gəlmiş olacaqdır. İndi mən bunu, yəni bu metodu bir funksiya içərisində function animate adlı bir funksiya yazıram və bunun içərisinə bunu əlavə edirəm. Və yorumdan çıxardaq, hələ ki funksiyanı çağırmamışıq deyə düzbucaqlı fiqur qalmış olacaqdır. Mən gəlib bura animate deyə yazdığım zaman həmin fiqur yox olacaqdır. Hələ ki bunu yoruma alaq və yeni bir metod ilə gəlin tanış olaq. Ekranı böyüdürəm və bura request animation frame metodunu yazıram və yazdığımız funksiyanın adını gəlib burada qeyd edirəm. İndi baxın, bu funksiyanın işi nədən ibarət olacaqdır? Mən hal-hazırda düzbucaqlı bir fiqur seçmişəm canvas içərisində. Və bizim baxın burada gördüyümüz fiqur browser hər dəfə yeniləndiyi zaman ekranda görünmüş olacaqdır. Yəni deyək ki, monitor 60 Hz tezliyindədir. Əgər 60 Hz tezliyindədirsə, təxminən bu 60 FPS yenilənəcəkdir. Yəni fiqur 60 dəfə görsənmiş olacaqdır. Yəni bizim gözlə görmədiyimiz sürətdə, tezlikdə, belə deyək, bu proses baş verir. Və request animation frame browserə bağlı olduğuna görə browserdə hər dəfə yeniləndiyi zaman bizim qarşımıza bu fiqur gəlmiş olacaqdır. Və animate, yəni funksiyanı da bu metod içərisində təkrar çağırırıq ki, biz misal klik etdiyimiz zaman yeni bir fiqur yaransın və digər fiqur artıq silinmiş olsun. İndi gəlin bunu bir örnək ilə sizlərə göstərmiş olum. Gəlirəm burada. Əgər deyirəm mouse nöqtə klik olunmuşsa, o zaman GTX nöqtə fill style bərabərdir red olsun və nöqtə vergül qoyaq. GTX nöqtə fill-rect burada da mouse nöqtə x çıxaq oyun yazıram, vergül qoyuram. Mouse nöqtə y çıxaq oyun yazıram və 20-20 hər birinə vermiş olaq. Və funksiyanı işə salıram. Baxın, hal-hazırda silindi. Və mən gəlirəm, tutalım ki, bura klik edirəm. Aha, burada neysə səhv yazdıq. 20 yazmalıyam bura. Və yeniləyirəm. Təkrar klik etdiyim zaman, baxın, mouse'un üzərinə
belə deyək, qırmızı fiqur gəlmiş olacaqdır. Və hətta gəlin bu şəkildə yazaq. Style'a gəlirəm. Burada canvas background qara olsun və ekranı yeniləyirəm ki, piksellər qarışmasın və gəlib canvas içərisində bu şəkildə klik etdiyim zaman qırmızı fiquru görmüş olacaq. Və yaxud da ki, canvasın kənarından mən klik edirəm. Baxın, qırmızı fiqur görünməyəcəkdir və sadəcə içərisindən bu fiqur görünmüş olacaqdır. Əgər sizdə deyək ki, ekran bu şəkildə idi, böyütdünüz, gəldiniz, klik edirsiniz. Baxın, fiqur mouse'dan sağ tərəfə keçmiş olur. Bunun səbəbi ondan ibarətdir ki, biz hal-hazırda ekranı balacalaşdırmışdıq. Böyütdüyümüz zaman hər hansısa bir event hadisəsi baş vermədiyinə görə, yəni yenilənmə olmadığına görə piksellər qarışmış olacaqdır və səhifəni yeniləndiyim zaman baxın, bu şəkildə fiqur mouse'un üzərinə bu şəkildə oturmuş olacaqdır. Bu dərsimizdə də iki yeni metod ilə tanış olduq. Biri Request Animation Frame, digəri isə Clear Rect metodu idi. Bunlar haqqında da ətraflı, geniş danışmış oldum. Yəqin ki, bu mövzu da aydın olmuş oldu. Gələn mövzumuzda görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.